Temudan uşaq arabası və uşaq avtosəbəti üçün aldığım məhsullar. Birinci məhsul avtosəbət üçündür. Müslindir, materialı qəşəngdir, bəyəndim. 2 qat müslindir bu arada. Burada da cırt-cırtlı, daha doğrusu knopkalı 2 belə bağlamaq üçün, arabanın tutacağından bağlamaq üçün belə şey var. Tək mənfi cəhəti odur ki, burada normalda bunlarda belə burada yarığı olur, o yoxdur. Onu bilmirəm, özüm əlavə eləyərəm ya yox. Bir də bu cırt-cırtları bilmirəm, tez xarab olar ya yox. Amma ümumi materialı əladır. İkinci məhsul tor. Adi tordur, rezini normaldır, uşaq arabası üçün. Yayda bundan idarə edərik. Üçüncü məhsul belə uşaq əmziyini saxlamaq üçün belə bir şeydir. Tək sevmədiyim bax belə çətin açılmaq oldu. Bir az cüzi qoxusu var, o da yəni ki açıq qalanda keçər. Belə. Amma əmziyi məncə birbaşa buna qoymaq düzgün deyil. Düşünürəm açar falan qoymaq üçün əladır. Bir digər məhsul bu şirin tülküdür. İçində belə aparatı var, səs çıxardır. Qulaqları cırt-cırtlıdır. Bu hissəsi dartılır. Növbəti məhsul uşaq arabaları üçün 2 bundan, 2 də bundan, bir cüt bundan, bir cüt bundan uşaq arabalarının təkərləri üçün belə çöldən gətirəndə taxmaq üçün belə bir şeydir. Məncə can qutaran bir şeydir. Ümid edirəm bizim arabamızın da təkərinə uyğun olar. Araba orada baxıram. Bu isə balaca təkər üçün, hətta balaca təkər üçün olan cırt-cırtı da var. Can qutaran bir şeydir deyə düşünürəm. Buna ona görə yüksək bal verirəm. Bir digər və sonuncu məhsul isə budur. Materialı əladır. Keyfiyyəti əladır deyə düşünürəm. Bu hissəsindən taxılma yeri var arabaya və ən xoşuma gələn tərəfi bunun içərisində kipləşdiricinin olmağı. Yəni belə deyim, bu misal üçün buna böyükdür, amma ki taxanda buradan həmin o kipləşdirici tutur, qoymur ki bu çox belə əssin.